Salam dostlar. Bugün mən sizə yaratmış olduğum proqramla tanış edəcəm. Bu proqram nə işə yarayır, nə cür funksiyaları var. Bu proqram iki canlı yayımı, YouTube-dakı iki canlı yayımı eyni pəncərədə göstərmək üçün istifadə olunur. Gördüyünüz kimi iki fərqli canlı yayımın linkini bura əlavə edib xanalara, bir xanasına və iki xanasına əlavə edib göstər dedikdə iki canlı yayım, iki fərqli canlı yayım eyni pəncərədə göstərilir. Full screen düyməsi ilə nə etmək olar? Full screen düyməsinə klik etdikdə tam full ekran vəziyyətində göstərəcək. Bu ekrandan çıxmaq üçün Access düyməsinə klikləyirik və yenə də bura qayıdırıq. Proqramı bağlamaq üçün X close düyməsini yükləməyiniz kifayətdir. Proqram budur. İstəsəz yükləmək istəsəz, bu proqramdan istifadə etmək istəsəz, bunun linkini, yükləmə linkini açıqlama bölməsində əlavə edəcəyəm. İzlədiyiniz üçün təşəkkür edirəm.